Sizə bir video göstərəcəm. Deməli, videoda Çin avtomobili BYD-nin qəzadan sonra görüntüləri var. Və o görüntülərdə göstərir ki, qəzadan sonra avtomobilin heç bir təhlükəsizlik yazığı açılmayıb. Adam orada açıq-aydın izah eləyir hər bir problemi. Yəni, mən hansısa bir avtomobil haqqında video paylaşanda bəzən deyirlər ki, Çin avtomobili Sovetdən ki 1000 dəfə yaxşıdır. Bəli, müəyyən bir funksiyalarına görə, müəyyən bir parametrlərinə görə yaxşı ola bilər. Yəni, heç bir avtomobil %100 ideal olmur. Hər bir avtomobilin mənfisi və müsbəti var. Amma bu avtomobillərin nə dərəcədə təhlükəsizlik baxımından aşağı səviyyədə olduğunu hamı bilir, çox adam bilir. Alanlara da Allah xeyir versin, yəni alın sürün, heç kimsə heç nə demir. Sadəcə olaraq nəticəni, məlumatı olmayanlar heç olmasa nəticəni görsünlər. Aleyküm. Buradan sözüm BYD. İstəyir rəsmi servisə, istəyir Çində olan nümayəndələrdir, zavoddur. Bax qardaş, bu maşın dəyib, düzdür, BYD-dir. Siaqul, tok maşın. Bax, buradan tutub, əzilib. Maşın çırpılıb ağaca, qranatı qırılıb. Səsi eşidirsiniz? Bütün buralar qatdalanıb, qırılıb. Generatordan tutmuş hamısı. Görün maşın nə dərəcədə ağaca çırpılıb, düzdür? Görün bir dənə paduşkası açılıb bunun. Bu nə deməkdir ki? Bir dənə paduşkası açılmıyor. Maşın yox vəziyyətdədir. Bir dənə ehtiyat hissəsi yoxdur bu maşının. Bir dənə boltu yoxdur. Mən indi hardan alım bunları? Bir dənə zəhmət olmasa mənə bir dənə cavab verərdiniz. Mən bilim dərdimi kimə deyim. Bax, almışıq bunu. Kimə deyim dərdimi.